60 yaşında müəllimləri töhtünüz ki, sizdən də olmaz. Siz işləyənməzsiniz, yaşınız çoxdur. Ramiz Mehdiyev hələ orada, Ramil Yusubov hələ orada. Nə bilim, Hadır Rəcəbli 70-120 yaşına kimi işlədi. Ondan sonra onların da yaşamı var axı. O zamanət deyəndə özlərini deyirlər onlar. Bax, gedin Musa Urudun da, onu deyir. Bax, fikir ver. Ramiz Mehdiyevə deyirlər ki, sizin bancınız deyir, o mənim bancım deyil. Oğlumun bancıdır. Oğlum kimdir? Oğlum generaldır. İşi nədir? Nazir müavinidir. Bunlar özlərinə zamanət alıblar. Bunların bankları, bunların obyektləri, bunların general pagonları, bunların nə bilim 60 yaşdan 65 yaşdan sonra da ayda 10 min. O general var idi, Səfər nə idi o? Mehdiyev idi, nə idi o? Gömrükdən. 10 neçə min adam, 11 min, 12 min pensiya alır tək. Onlar özləri üçün, bəli, düz deyil, özləri üçün zamanət var. Məsələn, Alim Paşa kimi, yaxud da William kimi yanlış eləməsələr, gələcəkləri təbii özlərinin. Çünki, bax, oğlu, kimdir oğlu? Ramiz Mehdiyevin generaldır, nazir müavinidir. Yeznəsi kimdir? Ölkədə ən o, olmuş nədir, o, öndər biznesmendir, elə. Arvadı kimdir? Üzüm plantasiyaları, bu da daddır, nədir? Quldar. Quldarlıq dönəmində, onun dadır. Qızı kimdir? Alimdir. Bunlar özlərinin həyatını düz deyirlər. Bunlar üçün hər şey təmin olub. Yarısının oğlu prokuror, yarısının oğlu polis, yarısının oğlu nə bilim prokuror, yarısının oğlu səfir, yarısının qızı yeznəsi, nə bilim polis rəisi, o birisi, bu birisi, nazir müavini, baş bırak nədir? Olmayan baş nazirin yanında referent. Bəylərin bir qohumu var idi. Robik deyirlər, indi gətiriblər adamdan da, harada dedilər, dərsən Kəmaləddin müavini. Böyle bir şey eşitdim mən o. Hansısa nazirlikdə müavindir, yoxsa bilmirəm, federasiyada vitse-prezidentdir, nədir? Bəli, bunlar özləri üçün hər şey, onların zamanəti də var, hər şey də var. Və ölkə dünyada dağılmasa, dediyim məsələlər baş verməsə, indi bu dünya müharibəsi ara sakit etsə, bəli, Ramiz Mehdiyevin oğlu bana, adam dik durur, deyirəm, mənim deyil, oğlum bancıdır. Üstünə gedirlər, deyir, arvadının adı nədir? Burası oğlum idarə edir. Salam Mələk, sənin oğlun nazir müavini. O nazirin işi, o nazirin işinə bax görür. O bancı da idarə edirsə. Necə idarə edir? Nə danışırlar bunlar?